A variantı 104-cü sual. Sual göründüyü kimi həndəsə kursuna aiddir. Çevrə bölməsinə aid məsələdir. Məsələnin şərtində verilir ki, AMC və CNB qövslərinin nisbəti 2/3-dür. AB çevrənin diametri olduğuna görə, onda AMC və CNB qövslərinin cəmi 180 dərəcə olmalıdır. Biz AMC qövsünə 2x, CNB qövsünə 3x desək, şərtə görə, onda alaraq 2x üstə gəl 3x bərabərdir 180 dərəcə, 5x bərabərdir 180 dərəcə, x bərabərdir 36 dərəcə. ABD üçbucağı düzbucaqlı üçbucaqdır. 3x biz CNB qövsünün dərəcəsini hesablasaq, 3x bərabərdir 3 vurulsun 36 bərabərdir 108 dərəcə. A bucağı CNB qövsünə söykəndiyinə görə, A bucağı həmin qövsün yarısına bərabərdir. Yəni, bucaq A bərabər olacaq 108 bölünsün 2, yəni 54 dərəcə. ADB üçbucağı da düzbucaqlı üçbucaq olduğuna görə, A bucağı 54 dərəcə olduğuna görə, D bucağı, bucaq D, 90 çıxılsın 54 bərabərdir 36 dərəcə olacaq. Deməli, A variantı 104-cü sualın cavabı B bəndidir.